uşaqlar sol səsindən böyük, kiçik üç səslər. Əvvəlcə deyin görüm, üç səsli nədir? Üç səslin quruluşu nədir? Üçüncü. Yəni neçə pillədir? Üç pillə hansı intervaldır? Üç pillə tersiya. Tersiya, üstə gəl. Tersiya üstügənsin tersiya. Ay, sağ ol. Kənar səslər nə əmələ gətirir üç səslini? Kənar səslər nəyə əmələ gətirir? Məsələn, doğrudan üç səsli quracaq. Bir səs ötürürlər. Mi, sol. Ay, sağ ol. Do, sol kənar səslərdir. Hansı intervaldır? Neçə pillədir? Neçə pillədir? Do'dan sonra tez sayaq. Do'dan sola, do, re, bir ton, re, mi. Ton saymırıq, pillə sayırıq. Tez Hə, tez. pillə sayırıq. Do, re, mi, fa, sol, neçə oldu? 5 pillə. 5 pillə. Hansı intervaldır? 5 pillə kvinta. Kvintə yuxuya getdiniz. 5 pillə kvintə. Kənar səsləri kvintə intervallar əmələ gətirir. Səsləri bir-birinə hansı məsafədədir? Do'dan miyə neçə pillədir? Do'dan miyə 3 pillə. Aha, hansı intervaldır? Tersiya. Midən sonra? Mi'dən sonra isə 3 pillə tersiya. O da tersiya. Demək, səslər bir-birinə hansı məsafədədir? Bir Tersiya. tersiya məsafəsində. İki tersiya. Kənar səsləri kvintə intervallar əmələ gətirərək səsləri bir-birinə tersiya məsafəsində olan neçə dənə səs var? 3 səsdən ibarət olan akord nə adlanır? 3 səsli. 3 səsli adlanır. Bir də deyək 3 səslin tərifini. Kənar səsləri tersiya. Yox, tersiya deyil. Kənar səsləri nədir doğrudan sonra? Kənar səsləri kvinta. İntervallar əmələ gətirərək səsləri bir-biri ilə Tersiya məsafəsində. yerləşən və 2 səsdir. 3 səsdən 3 əmələ səsdən gələn. ibarət olan akord 3 səsli adlanır. Akordun ən sadə növüdür 3 səsli. 4 səs olsaydı kənar səslər sırtçın olardı və akord adlanardı nə? Sırt akord. Kənar səslər 5 səs olsaydı kənar səsləri nona olardı və akord adlanardı non akord. Kənar səsləri unda çıxma olsaydı, 6 səsdən ibarət olsaydı, kənar səsləri unda çıxma olardı və akord adlanardı unda çıxma akord. 3 səslinin akordun ən sadə növü hansı oldu? 3 səsli. 3 səslinin səslər quruluşu nə oldu uşaqlar? Tersiya. Üstə gəl, tersiya. Əksən, tersiya, üstə gəl, tersiya. Bəs 3 səslinin neçə dövməsi var? 3 səsinin 2 Aha, iki dövməsi. Sekstakord, kvart sekstakord. Sekstakord 6 yazılır. Akord sekstakord 64 və 64. 64 demək. 6-4. Yəni 4 nə deməkdir? Kvarta 6 seksta. Kvart sekstakord. Niyə birinci 6 yazılır? Çünki akordlarda kənar səslər daha önəmlidir. Ona görə. Amma heç bir fərqi yoxdur. 4-6 dolar, 6-4 dolar əsas mahiyyət etibarilə kvart sekstakord olduğunu bilək. Aydındırmı? İndi 3 səslinin quruluşu dediyi nədir? Tersiya, tersiya. Sekstakordun quruluşu nədir? Tersiya üstə Kvarta, əksən. Kvart sekstakordun Kvart quruluşu. üstə gəlsin tersiya. Kvart üstə gəl, tersiya. Afərin. İndi konkret soruşaq. 3 səslinin neçə növü var? 3 səsinin 3 növü var. 3 səslinin neçə növü var? Böyük 3 səsli, Kiçik 3 səsli, əskidilmiş bir də artırılmış 3 Əhsən. səsli. artırılmış 3 səsli, əskildirilmiş 3 səsli. 3 səslinin neçə növü var? 4 növü var. Böyük 3 səsli, kiçik 3 səsli, artırılmış bir də əskidilmiş 3 Aysa. səsli. Böyük 3 səsliyə həm də nə deyilir? Böyük üç Major 3 səslisi. Bəs kiçik 3 səsliyə? Minor üç səslisi. Minor 3 səslisi. Yaxşı. İndi gəlin oxuyaq böyük 3. Böyük 3 səslinin quruluşu nədir? Böyük səsinin böyük tersiya üstə gəlsin kiçik tersiya. Əhsən. Bəs kiçik 3 səslinin? Kiçik tersiya üstə gəlsin böyük tersiya. Aferin. Böyük sekstakordun quruluşu nədir? Kiçik tersiya üstə gəlsin xalis kvarta. Aferin. Bəs kiçik sekstakordun quruluşu? Böyük tersiya üstə gəlsin xalis kvarta. Aha. Bəs böyük kvart sekstakordun quruluşu nədir? B 6-4, hə? Böyük kvart sekstakordun quruluşu nədir? Xalis kvarta üstə gəlsin böyük sekunda. Sekunda nədir? Böyük tersiya. Aha. Xalis kvart üstə gəl böyük tersiya. Bəs kiçik kvart sekstakordun quruluşu nədir uşaqlar? Xalis kvarta üstə gəlsin kiçik Kiçik tersiya. tersiya. Əhsən. Artırılmış 3 səslinin quruluşu nədir? Böyük tersiya üstə gəlsin böyük. 2 dənə böyük tersiya, əskildirilmişdə də Kiçik 2 dənə kiçik kiçik tersiya. Əksən uşaqlar. İndi gəlin son səsindən oxuyaq.
La bemol düşür. O, la bemol. Si bemol. Si bemol. Neçə bil olmalı dersən? Ters 3 bil olmalı. Aha, neçə tonda kiçikdirsən? Kiçik tersiya isə kiçik tersiya isə 2 tondur. 2 ton böyük idi. Bax, sonra. 1 ton yarım, 1 ton yarım. Aha. Sonradan siyə kiçik idi. Böyük tərsiyədir, düzdür uşaqlar. Bəs yarım ton əskirtdik ki, sini sonra daha yaxınlaşdırdıq. Sini sonra yaxınlaşdırmaq üçün bəli si bemol etdik ki, o da alındı. Sonradan la'ya 1 ton, la'dan da si bemolə ton yarım, düzdür. O da sol, si bemol, re deyil. Sol, si bemol, re. İndi majörü bir də oxuyaq. Sol, si, re. Hadi oxuyaq. Sol, si, re. Əksən majör hissəsi indi minor. Sol, si. Yuxarıda oxuyaq. Sol, si bemol, re. Bir də. Sol, si bemol, Re. Sol. Re bemol. Re. Si bemoldan böyük tərsə hara düşür? si bemol bemol tersi re'ya. Re'yə oxuyaq. Sol, si bemol, re. Aha, böyük üç səsli ilə kiçik üç səsli də uşaqlar xalis skrint əmələ gətirir. Kənar səslər xalis skrint əmələ gətirir. Amma re bemol deyəndə artıq kənar səslər əskildirilmiş skrint əmələ gətirir ki, əskildirilmiş üç səslə alınır. Aydındır? Sonra re diyez deyəndə sonradan re diyezə kənar səslər artırılmış skrint əmələ gətirir ki, bu üç səslə artırılmış üç səslə adlanır. Aydındır? Ona görə böyüklə kiçik üç səslərimizdə kənar səslər xalis skrint əmələ gətirəcək. Sonradan re'yə. Orta səsdə olacaq nə? Böyük üç səslidə si, kiçik üç səslidə si bemol. Oxuyaq. Sol, si bemol. Yox. Majör oxuyaq. Sol, biraz daha. Sol, si, re. Əksən təmiz oxuyaq. Sol, si bemol, re. Minor üç səslisi indi majör səks akordu sonradan. Quruluşu nədir majör səks akordunun? Böyük səks akord. Kiçik tersiya üstü gəlsin xalis. Ay sağ ol. Sonradan hara düşəcək? Soldan kiçik tersiya düşür si bemolə. Aha, si Sol, bemoldan si xalis bemol, kvarta. mi. Yox, si bemoldan xalis kvarta hara Si düşür? bemoldan xalis kvarta düşür Sidən kvarta dörd filə hara mi düşür? bemol. Sidə miyə düşürsə əhsən, si bemoldan da mi bemolə düşəcək. Oxuyaq. Majör səks akord. Sol, si bemol. Bir yerdə amin. Sol, sol təmiz. Sol, si bemol, mi bemol. Təmiz, mi bemol. Bir yerdə. Sol, sol təmiz. Sol, si bemol, mi bemol. Ay sağ ol, majör səks akordu. Bir də. Sol, si bemol, mi bemol. Mi bemol təmiz. Bir də. Sol, si bemol, mi bemol. Uşaqlar, mi bemol deməyək. Si bemol. Tez deyil si bemol. Baxın bax, belə. Sol, si bemol. Si bemol eləməyək. Si bemol. Mi bemol. Bemolü cəhd deyək. Si uzadıb sonra bemol deməyək. Mi uzadıb sonra bemol deməyək. Yaxşı? Cəhd deyək. Sol, si bemol, mi bemol. Əksən, majör, səks akordu, indi minor. Quruluşu nədir? Böyük tersiya üstü gəlsin xalis Əksən, kvarta. sonradan böyük tərcəmiz. Sonradan böyük tersiya olur. Sonradan böyük tersiya olur. Do. Yox, yenə sol. Kvarta oldu. Ay, yox. Sonradan böyük tersiya. Sol, si. Aha. Sol, si bemol. Si bemol. Sol, Kiçik si. idi. Sol, si, do olur. Yox, sol, si, bu böyük tərcəmiz idi. Si-dən də xalis kvarta hara düşür? Miyə. Sol, si, mi. Oxuyaq. Sol, si, Təmiz. Sol, sol, si, təmiz.
tersi. Hara düşür soldan xalis kvarta rəylə? Soldan Bir xalis neçə pillədir? kvarta 4 pillədir. Soldan xalis kvarta düşür si'yə. Soyla si. Yox, doya. Aha. Sol, do, böyük tersi. Mi, Dodan tapdığımız o sol, son do, səsindən. mi, fa, mi. Aha. Bir yerdə. Sol, bir yerdə. Sol, do, Ay sağ bir də. sol, do, mi. Majör. Kvart səksdə qol bir də. Sol, do, mi. Geri qaydanda Əks isə istiqamətdə, əksinə əvvəlinə götürəcəyik. kiçik tersiyə. Əksən, indi soydan oxuyaq, əvvəl kiçik qıracaq. Sonradan kiçik tersiyə düşür miyə. İdən də böyük Mi'dən də böyük tersiyə düşür do deyəcək. Dur, Doya. oxuyuruq. Sol, kənar səslər, böyük kiçik səslərdə xalis kvintə əmələ gətirməlidir. Sonradan xalis kvintanı sara düşür uşaqlar. Soldan aşağı xalis kvintanı. Sonradan aşağı xalis kvintamız doya düşür. Doya düşür. Demək ki, bir dənə ortadakı səsi tapmaq qalır bizə, düzdür? Heç vaxt o cəzə do bemolə düşməz, yadınızda qalsın. Böyük kiçik səslərdə xalis kvint əmələ gətirir, kənar səslər. Oxuyaq. Sol, mi. Solu tez düz eşidin. Sol, mi. Sol, mi, do. Təmiz do. Ay sol, bir də. Sol, mi, do. Yaxşı bir yerdən. Sol, mi, do. Majör üç səslisi indi minor. Sol, Bir moləmsən. do. Minor üç səslisi. Bir də majör oxuyaq. Sol, mi, do. Minor. Sol, mi, do. Təmiz oxuyun ki, eşidə biləsiniz. Sol,
major sexta akordun. Aha. Quruluşu kiçik böyük ters üstü gəlsin xalis kvarta. Kiçik Tersi yazılır. major sexta akordu, böyük sexta. Hansı tersiydi? Kiçik ters üstü gəlsin xalis. Ay sağ ol. İndi Xalis aşağıya kvarta sonra kiçik. Aferin. Əks istiqamətdə xalis kvarta götür. Sol, re, sol, re, sol, re, do. Niyə do? Yox, do. Sol, re, si. Ay sağ ol. Təmiz oxuyaq. Sol, re. Xalis kvarta başlasın. Do, sol, re, si. Major sexta akordu. İndi minor sexta akordu. Böyük ters üstü gəlsin xalis kvarta. Amma aşağı. Aşağı xalis kvarta üstü gəlsin kiçik. Böyük ters. Ay sağ ol. Oxuyaq. Sol, re, si. Bemol, ay sağ ol. Oxuyaq bir də. Bir də. Bemol, ay sağ ol. Minor sexta akordu. Bir də major. Təmiz bir də. Re'ye sesi gelsin. Sol, re, temiz, re, si. Biraz da kalın aşağı. Biraz da düş. Yüz. Aşağı düş. Aşağı. Biraz da aşağı. Re, do, si. Düş aşağı. Aşağı biraz da kalın. Biraz da kalın. Biraz re. Biraz da kalın. Si. 3 mərtəbədə düş. 3 pillədə düş redən. Si qalın. Bir yerdə uşaqlar. Re, sol. Təmiz. Təmiz oxuyaq bir də. Təmiz götürək soruyu. Re, təmiz amin. Biraz da düş. Ay sağ ol. Düş. Bir de. Major sexta akordu. Şimdi bir daha. Minor sexta akordu. İndi major kvart sexta akordu götür. İnşallah quruluşu nədir? Xalis kvarta üstü gəlsin böyük ters. Aha, aşağı nə olacaq? Böyük ters üstü böyük. Sən götür. Soldan hara düşür? Böyük tersi soldan düşürməyə. Aha, böyük tersi. Neçə ton? Böyük tersi ya. Neçə tondur böyük tersi? 2 ton. Ay sağ ol. Hara düşəcək? Soldan 2 ton düşür. Hə. Hara düşür? Re'ye. Ay maşallah. Neçə pillə getdin? 4 pillə. Bir dakika. Sol, fa, mi. Mi olur, mi bemol. Ay sağ ol. Sol, mi bemol böyük tersanız. Oxuyaq. Sol, mi bemol. Xalis kvarta. Si. Sol, mi bemol. Quruluşu nə idi? Böyük kvart sexta akordu. Böyük korteks akordunun qonşusu. Quruluşu. Quruluşu böyük tersi üstə gəlsin xalis kvarta. Ay sağ ol. Aşağıya ama yuxarı nə idi? Demədim. Yuxarı böyük tersi üstə gəlsin xalis kvarta. Yox, kvart sexta akordun əvvəli nədir? Korteks onun əvvəli böyük tersi üstə gəlsin xalis kvarta. Kvart sexta akordun əvvəli nədir? Hansı söz eşidirik birinci? Kvarta üstə gəlsin böyük kiçik tersi. Böyük tersi. Böyük səsin quruluşu, böyük kvart sexta akordun quruluşu nə oldu? Xalis kvarta üstə gəlsin böyük tersi. Əhsən, indi aşağıya götürəndə nə olacaq? Aşağıya götürəndə isə böyük tersi üstə gəlsin xalis kvarta. Ay sağ ol, aşağı bir də. Sol,
Ay sağ oldu. Şimdi bir tane de si bemol. Yok bir tane re. Aferin. Bir de si bemol. Yok yatta sakla. Re, do, si bemol, si bemol. Tek işitebiliyor yani. Re. Re temiz. Uzak sesleri yadında kalsın. Maksimum. Si. Bir de uzak sesler yadında kalsın. Yaddaşın faylına yazmağa çatma. Uzak. Eşit dinle. Do. Uzak. Yok. Dalgalandırma. Do. Eleme. Titretme. Ay sağ ol. Si bemol bir de bir de si. Yatta sakla da si bemol kapırsan yatta saklansan bir de bir de si. Si bemol aşağı. Biraz kalın aşağı. Uzat yatta sakla. Yok yine attın. Bitirdin yine. Uzatla o sesi si bemole çıktın uzat onu. Uzat. Ay. Uzat si bemol. Yok. Takma oraya. Çekme si bemolü yukarı seslerisiyle. Si. Yok. Oraya değil. Si bemol. Si bemol. Yok tap temizden. Uzat maksimum uzat. Ya şu soldan aşağı büyük klasik olduk ya. Evet işte. Temiz. Kiçik ters üstü gəlsin, xalis kvarta Sen çalsın. aşağı giderdi. Yukarı halis kvarta küçük tırsansa aşağı ikisine. Ya sonra küçük tırsa aşağı. Sol. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98, 99, 100, 101, 102, 103, 104, 105, 106, 107, 108, 109, 110, 111, 112, 113, 114, 115, 116, 117,
Sol, mi, do, sol, mi,
qalmadan təmiz oxuya bilərsiniz. Sol, mi, do, sol, mi, bemol, do, sol, re, si, bemol, sol, mi, bemol, si, bemol, sol, mi, si. Aydındır? Bu oldu bizim böyük kiçik üç səslilərimiz, seks akordlarımız və kvart seks akordlarımız. Düzdürmü? İndi gəlin əskildirilmiş üç səsli və artırılmış üç səslini də oxuyaq. Artırılmış böyük tez üstü gəlsin. Böyük tez, əskilmişdir, kiçik tezi, kiçik tezi. Vaxtımız qalıbmı? Bir dənə baxam.